Salam əlimlər, hər vaxtınız xeyir olsun. Gəlin bu günləri həndəsə ilə bağlı atdığım bu sınavın birlikdə izahına baxaq burada. Sınağa keçməmişdən qabaq onu deyim ki, bizim Müəllimlər Akademiyasında mayının əvvəlindən ibtidai sinif miq və sertifikasiya hazırlaşan müəllimlər üçün ibtidai riyaziyyatdan sürət qrupumuz dərsə başlayacaq. Qoşulmaq istəyən şəxslər 050 856 73 07 nömrəsi ilə əlaqə saxlayaraq dərslər haqqında daha geniş məlumat əldə edə bilərlər. Onu da deyim ki, həftənin hər günü dərsdə olmuş olacaqsınız. 7 gün dərsdə olacaqsınız. İmtahana qədər bütün proqramı çatdırıb bitirmiş olacağıq. 856 73 07 nömrəsinə yazaraq daha geniş məlumat əldə edə bilərsiniz. Gəlin baxaq birinci sualımızdan. Görə birinci sualda bizə nə deyir burada? Birinci sualda deyir ki, kvadratın sahəsi 81 kvadrat santimetr olub. Perimetri düzbucaqlının perimetrindən 6 cm çoxdur. Düzbucaqlının eni 5 cm olarsa onun sahəsini tapın. Əvvəlcə bizə nədən danışır? Bax, bir dənə kvadrat haqqında danışır. Bu kvadratda bizdə nə deyir? Deyir ki, sahə 81-dir. Bax, yazıram. Sahə 81-ə bərabərdir. Sahə 81-dirsə tərəf neçədir? Bu kvadratın sahəsi 81-i necə alıblar? Bir tərəfi öz-özünə vururlar. Çünki kvadratın sahəsini tapanda bir tərəfin öz-özünə vururduq. İndi 81-i almaq üçün hansı ədədi öz-özünə vurarıq? Təbii ki, 9-u 9-a vurmaq lazımdır. Deməli, bunun tərəfi neçədir? 9-a bərabərdir. Deyir ki, perimetri, indi bax, gəlin bunun perimetrini də tapaq, 81 sahədir. Perimetrini də tapanda bir tərəfini vuraram 4-ə. Bu deyici 36. Bu kvadratın perimetri oldu 36. Deyir ki, düzbucağının perimetrindən 6 cm çoxdur. Yəni, bax, bu 36 nədir? Kiçikdir. Deməli, bir dənə düzbucaqlımız var. Bu düzbucaqlının da perimetri bu 36-dan 6 vahid azdır. Onda neçədir? Perimetri bərabərdir 30-a. Çünki 36 bunun perimetrindən 6 vahid çoxdur. Deməli, bu 30-dur. Bizə də deyir ki, perimetrindən 6 cm çoxdur. Düzbucaqlının eni 5 cm olarsa, eninə yazırıq 5. Onun sahəsini tapın. Bax, perimetri olan 30-u necə alıblar? Enlə uzunluğu toplayıb 2-yə vurub 30 alıblar. Mən enlə uzunluğu bilmirəm. Amma bilirəm ki, 2-yə vuranda 30 eləyir. Neçəni 2-yə vuranda 30 eləyər? 32-yə bölərəm. Enlə uzunluğun cəmi tapmış olacağım. Enlə uzunluğun cəmi 15-dir. 2-yə vurub 30 alıblar da. En 5-dir. Getirelim yerinə yazırım. 5 üstəgələk uzunluq bərabərdir 15-ə. Uzunluq neçədir? Uzunluq da bərabərdir 10-a. Getirib yazıram yerinə. Uzunluq oldu 10. Bizə nə deyir? Onun sahəsini tapın. Yəni bu düzbucağın sahəsini tapanda eni uzunluğuna vurmaq lazımdır. S bərabərdir 5-i vurmalıyam 10-a. Bu deyiləcək 50. Düzgün cavabımız olacaq 50 kvadrat santimetrə bərabərdir. Bu da B variantında verilmişdir. Baxaq indi növbəti məsələmizə. Görək növbəti məsələdə bizə nə deyir burada. İndi baxaq 2 nömrəlidə. Deyir ki, sahəsi 64 kvadrat santimetr olan kvadratın perimetri düzbucağın perimetrinə 8 cm azdır. Bu düzbucağın sahəsi 100 kvadrat santimetr olarsa onun iki tərəfinin uzunluğunu hesablayın. Yenə kvadrat haqqında danışır. Bir dənə kvadratımız var. Bu kvadratın sahəsi neçədir? 64-ə bərabərdir. S bərabərdir 64-ə. Onda tərəf neçədir? 64-ü almadan ötürü bir tərəfin öz-özünə vururlar. Deməli 8-dir. Bunun tərəfləri nəyə bərabərdir? 8-ə bərabər olmuş oldu. Deyir ki, kvadratın perimetri düzbucağın perimetrinə 8 cm azdır. Gəlin bunun perimetrini tapaq. Perimetrini tapanda bir tərəfini 4-ə vurarım. Elə də 32. Kvadratın perimetri 32-dir. Bu 32. Bir dənə də düzbucaqlı var və bunun perimetrindən nədir? 8 cm azdır. 32 neçədən 8 vahid azdır. Onda bunun perimetrini tapanda 32-nin üzərinə 8 gələm 40 elədir. Deməli bunun perimetri 40-dır. Bu düzbucağın sahəsi 100 kvadrat santimetr olarsa onun iki tərəfinin uzunluğunu tapın. Bax, perimetri olan 40-ı necə alıblar? Perimetri olan 40 almaqdan ötürü enlə uzunluq toplayıb 2-yə vurublar. Bax, yazıram en üstəgələk uzunluq bərabərdir. Yəni bunu toplayıblar. Vurublar 2-yə, alıblar 40-ı. 40-ı da 2-yə bölməklə enlə uzunluğu cəmi taparam. En üstəgələk uzunluq bərabərdir 20-yə. 42-yə bölərəm 20 elədir. Sadəcə buradadır ki, düzbucağın sahəsi 100 kvadrat santimetr olsa, onun iki tərəfinin uzunluğunu tapın. Baxın, düzbucağın sahəsi olan 100-i necə alıblar? Bir tərəfin özü-özünə vurublar da. Neçəni özü-özünə vuranda 100 eləyir, 10-u vuranda. Bax, bura 10-dursa, deməli bu tərəfdə 10 olacaq. Onda bu düzbucaqlı heç çevrilmədi ki. Bu nədir onda? Kvadratdır onda bu. Bax, bu verilən onda nədir? Kvadratdır. Baxın da, bunu kvadrata oxşatmış olacaq burada. Bu nədir? Kvadratdır. Deyə bilərsiniz ki, axı bizə düzbucaqlıqdan danışırdı. Niyə kvadrata çevrildi?
Kvadrat da düzbucaqlıdır da. Həndəsə dərsində keçmişdik. Kvadrat düzbucaqlıdır. Kvadrat paralelogramdır. Kvadrat romdur. Bu haqda danışmışdıq. Deməli, bu düzbucaqlı kvadratdır. Və bizdən də bunun deyir ki, sahəsi nəyə bərabərdir? 100-ə. Həqiqətən də onu vuranda 100 eləyəcək. Perimetr bizdən nə soruşur? Onun iki tərəfinin uzunluğunu tapın. Bir tərəfi 10, digər tərəfi də 10. Neçə eləmiş olacaq? 20 sm eləmiş olacaq burada. Düzgün cavabımız olacaq B variantı. Bu haqda danışdıq. Baxaq indi lövhəmizi təmizləyək. Baxaq indi növbəti məsələmizə. 3 nömrəli məsələdə deyir ki, rombun perimetri 80 sm olub, düzbucaqlının perimetrindən 2 dəfə çoxdur. Bu düzbucaqlının eni 9 sm olsa, onun sahəsinin 9'da 1 hissəsini hesablayın. Rombun perimetri bizə lazım deyil. Rombun perimetri bizə ipucu kimi lazımdır. Deyir ki, perimetri 80 sm olub, düzbucaqlının perimetrindən 2 dəfə çoxdur. Yəni, düzbucaqlının perimetri neçədirsə, 2'yə vuranda 80 eləyir. Yəni, 80 bu düzbucaqlının perimetrindən 2 dəfə çoxdur. 80 hansı ədəddən 2 dəfə çoxdur? 80'i 2'yə bölərəm, bu eləyəcək 40. Bu nədir? Düzbucaqlının perimetridir. Deyir ki, bu düzbucağın eni 9 olarsa, en 9'dur. Bu düzbucağın sayəsinin 9'da 1 hissəsini tapın. Bax, perimetr olan 40'ı necə alıblar? Enlə uzunluğu toplayıb 2'yə vurub 40 alıblar. Neçəni 2'yə vuranda 40 eləyir? Təbii ki, 20'ni. Deməli, enlə uzunluğu cəmi 20'dir. En də 9'dur, deməli, uzunluq neçədir? 11'dir. Yəni, 11 ilə 9'u toplayıblar, 20 eləyib 2'yə vurublar 40 eləyir. Bizə dedi ki, bu düzbucağın sahəsini tapmaq lazımdır. Burada sahə nəyə bərabərdir? 9'u vuraram 11'ə. Eləcə 99. Bu sahəni istəmir. Bu sahənin 9'da 1'ini istəyir. Mən də 99'u vuraram 9'da 1'ə. Bunlar ixtisara gedəcək, burada qalacaq 11. Cavabımız olacaq 11 kvadrat santimetrə bərabər olmuş oldu burada. Bu da oldu 3 nömrəli məsələmiz. İndi baxacağıq 4 nömrəli məsələmizə. 4 nömrəli. Deyir ki, üçbucağın sahəsi 27 kvadrat santimetr olub, düzbucağın sahəsinin 5'də 3 hissəsini təşkil edir. Bu düzbucağın uzunluğu perimetri 36 santimetr olan kvadratın tərəfinə bərabərdir. Həmin düzbucağın perimetrini hesablayın. Yenə burada üçbucağın sahəsini tapmaq lazım deyil. Üçbucağın sahəsi bizə ipucu kimi lazımdır. Deyir ki, üçbucağın sahəsi olan 27 nədir? Düzbucağının sahəsinin 5'də 3 hissəsini təşkil edir. Deməli, mənə məlum oldu ki, bu düzbucağının, axtardığımız bu düzbucağının sahəsi, bu 27 nədir bunun? 5'də 3 hissəsini təşkil edir. Deməli, 27 hər hansısa bir ədədin 5'də 3 hissəsidir. Mən də 5'də 3 hissəsi 27 olan ədədi taparam. 27'nin kəsr üstətinə bölün məxrəzinə vuraram. 27'ni 3'ə böləcəm. 9, 9'da 5'ə vuracam, 45 eləyəcək. Deməli, bir dənə düzbucaqlı var. Bu düzbucağın sayısı nəyə bərabərdir? 45'ə bərabərdir. Deməli, yazıram burada. S bərabərdir 45'ə. Bizə nə deyir? Deyir ki, təşkil edib bu düzbucağın uzunluğu perimetri 36 cm olan kvadratın tərəfinə bərabərdir. Bax, bir dənə kvadratımız var. Bu kvadratla əlaqələnib. Deyir ki, bax, bir dənə kvadrat var. Bunun perimetri nəyə bərabərdir? 36. Perimetri 36-dırsa tərəf neçədir? 36'ını 4'ə bölərəm, tərəf olacaq 9. Deməli, bu düzbucağın bir tərəfi nəyə bərabərdir? 9'a bərabər olmuş olacaq. Deyir ki, perimetri 36 cm kvadratın tərəfinə bərabərdir. Burada 9 yazsam, sahə 45'də axı. 9'u neçəyə vursam 45 eləyər. 5'ə vurublar. Deməli, en də 5'dir. Uzunluq 9'dur, en də 5'dir. 9'u 5'ə vuranda 45 eləyər. 45'də ki, 5'də 3 hissəsini təşkil edir. Yəni, 27'də 45'in 5'də 3 hissəsini təşkil edir. Bunu haqqında danışırdı. Bizə dedi ki, həmin düzbucağının perimetrini hesablayın. Perimetrini də tapanda nə edərik? En ilə uzunluğu toplayıb vurarıq 2'yə. 14'ü 2'ye vuranda 28 cm eləmiş olacaq. Düzgün cavabımız olacaq B variantı. 28'ə bərabərdir. Belə, bu haqda danışdıq. Baxaq indi növbəti məsələmizə. Lövhəni təmizlədik. Baxaq 5 nömrəli məsələmizə. 5 nömrəlidə nə deyir? Deyir ki, trapesiya ilə rombun sahələr cəmi 62, sahələri fərqi 42 kvadrat santimetrdir. Trapesiya sahəcə daha böyükdür. Kvadratın sahəsi bu trapesiyanın sahəsindən 3 kvadrat santimetr azdır. Bu kvadratın perimetrini hesablayın. Mənə burada rombun sahəsini hesablamaq lazım deyil. Və yaxud da ki, trapesiyanın sahəsini tapmaq lazım deyil. Mənə ikisinin sahəsini veriblər. İki kəmiyyətin həm cəmi, həm də fərqi verirlərsə, böyüyünü tapanda toplayıb 2'yə bölürük, kiçiyi tapanda çıxıb 2'yə bölürük. Kater məsələsində də bu şəkildə idi. Katerin həm axın ilə sürəti, həm də axına qarşı sürəti verilərsə, kateri tapanda toplayıb 2'yə bölürük, çayı tapanda çıxıb 2'yə bölürük. Yaş məsələlərində bu haqda danışmışdıq. Yaşları cəmi, həm də yaşları fərqi verilərsə iki insanın, böyüyünün yaşını tapanda toplayıb 2'yə bölürük, kiçiyin yaşını tapanda çıxıb 2'yə bölürük. Bu haqda danışmışdıq. Burada da iki sahə, yəni iki fiqurun həm sahələri cəmi var, həm də sahələri fərqi var. Yəni burada 62
42 nə trapesiyanın deyil, nə də rombun deyil. İkisinin cəmidir. 42 də heç birisinin deyil, sahələrin fərqidir. Mənə dedi ki, trapesiya sadəcə daha böyükdür. Deməli, böyüyünü tapanda nə etməliyəm? 62 ilə bu 42-ni toplayıb gətirib böləcəm 2-yə. Bu olacaq böyüsünün sahəsi. 62-nin üzərinə 42-ni gələm 104, bölürəm 2 ilə 52. 52 trapesiyanın sahəsidir. Kvadratın da sahəsi bu trapesiyanın sahəsindən, yəni 52-dən 3 kvadrat santimetr azdır. 52-dən 3 vayd olan ədəd hansıdır? 52-dən çıxaram 3-ü. Yerdə qaldı 49. Deməli, bir dənə kvadratımız var. Bunun sahəsi nəyə bərabərdir? 49-a bərabərdir. S bərabərdir 49 yazıram. Sahə 49-dursa, tərəf neçədir? Deməli, tərəf 7-dir də. Bu kvadratın tərəfi 7-dirsə, bizdən nə soruşur? Perimetri soruşulur. Perimetrini də tapanda nə edəcəm? Bir tərəfini 4-ə vurmuş olarım. Bu deyiləcək 28. Deməli, 28 santimetrə bərabər olmuş olacaq burada. İndi baxırıq 6-cı suala. Videonu bəyənmək və kanala abunə olmaq yadımızdan çıxmasın. Əgər videonu bəyənirsinizsə, rəylər bölməsində də öz ürək sözlərinizi yaza bilərsiniz. Baxırıq 6-ya. Dairənin sektorunun sahəsi 12 kvadrat santimetr dayanırıq. Axı biz ibtidaidə dairənin sektorunu keçmirik. Axı heç bizə dairənin sektoru bu məsələdə lazım da deyil. Deyir, dairənin sektorunun sahəsi 12 kvadrat santimetr olub, düzbucağının sahəsinin 6/1-ni təşkil edir. Hə, deməli, bizim axtardığımız bu düzbucağlının 6-da 1 hissəsi nəyə bərabərdir? 12-yə bərabərdir. Mən buradan düzbucağın sayəsini tapa bilərəm. Bəli, 12-ni bölərəm, kəsin üstünə, vuraram məxrəcinə. Bu elədir 72. Aha, dairənin sektoru bizə lazımdır. Biz düzbucaqlıdan danışırıq. Düzbucaqlının sayəsi nəyə bərabərdir? 72-yə bərabərdir. Sahə bərabərdir 72-yə. Bundan danışdıq. Təşkil edir. Bu düzbucaqlının tərəfi perimetri 32 cm olan kvadratın tərəfinə bərabər olarsa. Bir dənə kvadratımız var. Bu kvadrat haqqında bizə nə dedik ki, perimetri 32-dir. Perimetr 32-dirsə, tərəf neçədir? 32-ni 4-ə bölərəm, 8-dir deməli tərəf. Deməli, deyir ki, bu düzbucaqlının tərəfi nəyə bərabərdir? Bu kvadratın tərəfinə bərabərdir. Mən də buraya yazıram 8. İndi yaxşı, sahə olan 72-ni necə alıblar? 8-i neçəyə vuran da 70 alar. Çünki düzbucağın sayəsini tapanda eyni uzunluğuna vururam. 72-ni 8-ə bölərəm, bu da oldu 9. Uzunluq da tapdım 9. Bizə nə deyir? Onun perimetrini tapın. Perimetrini tapanda nə edəcəyik? 8 ilə 9-u toplayacağıq, vuracağıq 2-yə. 17-ni də 2-yə vuranda 34. Daha bizə dairənin sektoru lazım deyil tapmaq. İndi baxırıq növbəti məsələmizə. Lövhəmizi təmizləyək, baxaq. 7-ci məsələmizə. 7 dənə deyir. Deyir ki, kvadratın tərəfi x ilə y-dir. Düzbucaqlının perimetri kvadratın perimetrindən 16 vayd çoxdur və eni kvadratın tərəfindən y qədər azdır. Bu düzbucağın eni uzunluğundan 2 dəfə az olarsa x-in qiymətini tapın. Deməli, bir dənə kvadratımız var. Bu kvadrat haqqında bizə nə deyir? Deyir ki, bunun tərəfi x ilə y-dir. Bax, mən də yazıram. Tərəfinə x ilə y-dir. Düzbucaqlının perimetri kvadratın perimetrindən 16 vayd çoxdur. Dayanaq. Gəlin, bax, bunun perimetrini tapaq. Perimetrini tapanda nə edirdim? Bir tərəfini 4-ə vururdum. Yəni, 4-ü vuracam x ilə y-ə. Yəni, perimetrini tapanda bu şəkildə tapırdım. Mötərizəni vurub basacam. 4x ilə 4y. Bu oldu nə? Kvadratın perimetri. Bu oldu perimetr. Deyir, indi düzbucağlının da perimetri bunun perimetrindən 16 vayd çoxdur. Deməli, düzbucaqlımız var bir dənə də. Bu düzbucağlının perimetri nəyə bərabərdir? Bunun da perimetri, bax, bu kvadratın perimetri, yəni 4x gələk 4y-də nədir? 16 vahid çoxdur. Yazdım, bu da bunun düzbucaqlığı. Deyir ki, bu düzbucaqlının eni kvadratın tərəfindən nədir? Y qədər azdır. Bax, kvadratın tərəfi nə idi? X gələk y idi. Düzdür? Bax, burada yazmışam. X gələk y idi. Bunun y qədər azdırsa, y buradan çıxmalıyım. İndi y ilə y gedəcək, qalacaq x. Deməli, bunun eni nəyə bərabərdir? X-ə bərabərdir. Uzunluğu isə bundan 2 dəfə çoxdur. Uzunluq neçə olacaq? 2x olacaq. Düzbucağlının perimetrini tapaq. 2x ilə x-i toplayıb 2-yə vurmalı deyiləm. Yəni, düzbucağlının perimetrini tapanda n ilə uzunluq toplayıb 2-yə vurmalıyam. X ilə 2x toplayarım, 3x eləyər. 2-yə vuraram, bu düzbucağın perimetri olacaq 6x. Bu 6x nəyə bərabərdir? Düzbucağın daxilində yazmışam da, bu düzbucağın perimetri 4y gələk, 4x ilə 4y üstə gələk 16 idi. Bax, buna bərabərdir. 4x-i bu tərəfə gətirə bilərəm. Gətirsəm qalacaq 2x. Çünki 4x sağda müsbətdir. Sola geçsəm 6x-dən çıxsam qalacaq 2x. Bərabərdir. Nəyə? 4y gələk 16-ya. Buradan x nəyə bərabər olacaq? 4y gələk 16-nı bölərəm 2-yə. Mən burada
kəsrin sürətinin 2-ni ortaq vuruq kimi çölə çıxarsam, neçə olacaq? X bərabərdir. Bax 2-ni çıxarsam qalacaq burada 2y gələk 8. Məxrəcdə də 2 var. Bu 2 ilə də bu 2 ixtisar getsə boş nə qalacaq? Qalacaq burada 2x gələk. Deməli 2y gələk 8. Burada yazacağam nə? 2 deməli 2y gələk 8-ə bərabər olmuş olacaq. 2x gələk y yoxdur. Bax burada yəqin ki 2x gələk. Deməli 2y gələk x yazılmalıdır bax burada. Buradakı cavablarda y-nin ifadəsi var. Yəni təbii ki x lazımdır bizə. Burada x-in verilməsi yersizdir. Burada olacaq 2y gələk 8. Bax cavabımız nə olacaq? 2y gələk 8-ə bərabər olmuş olacaq burada. Bu haqda danışdıq. Baxaq indi növbəti məsələmizə. Bu məsələdən danışdıq. Baxaq növbəti deməli 8 nömrəli məsələmizə baxırıq. 8 nömrədə bizə nə deyir? Deyir ki, kvadratın tərəfinin uzunluğu 5 metr artıqdan sonra sahəsi 80 kvadrat metr olan üçbucağın sahəsinin 5-də 4 hissəsinə bərabər oldu. Əvvəl verilən kvadratın perimetrini hesablayın. Baxın, nə qədər idi əvvəl yaddan çıxardırıq. Sonradan danışırıq. 5 metr artırandan sonra nə oldu? Bax, bunun sahəsi, yəni bax bu kvadratın sahəsi nəyə bərabər olacaq? Bax, kvadrat çəkirəm. Bunun sahəsi nəyə bərabər olub? Sahəsi 80 kvadrat metr olan üçbucağın sahəsinin 5-də 4-ünə. Sahə 80 deyil üçbucaqda. Bunu nəyinə bərabərdir? 5-də 4-ünə. 5-də 4 hissəsinə bərabərdir. 80-i 5-ə bölüb 4-ə vuraram. 80-i 5-ə böləndə 16, 4-ə vursam 64 eləyəcək. Bunun sahəsi neçədir? Sahə bərabərdir 64-də. Sahə 64 isə tərəf neçədir? Tərəf 8-dir. Nə vaxt 8 olub tərəf? 5 metr artırandan sonra. 5 metr artırandan sonra əgər 8 olubsa əvvəlki neçədir? Neçənin üstünə 5 yəni 8 eləyər. Deməli əvvəlki 3-ə bərabər imiş. Tərəf 3-də perimetrini tapanda nə edəcəm? Onda 4-ü vuracam 3-ə. Bu deyiləcək 12. Bu şəkildə danışmış olduk. Deməli burada cavabımız neçə olacaq? 12 metrə bərabər olmuş olacaq burada cavabımız. Bu haqda danışdıq. Baxaq indi növbəti məsələmizə. Bunları təmizləyək. Baxaq 9 nömrəli məsələmizə. 9 nömrəlidə nə deyir? Sevincin 4 üçbucaqlı prizması və 5 dənə 5 bucaqlı piramidası var. O bir fiqurların hər üzünə bir şəkil yapışdırdı. Sonra isə 2 üçbucaqlı prizmanı və 2 üçbucaqlı piramidanın hər üzünə əlavə olaraq 2 şəkil yapışdırdı. Hər bir şəkil 2 manat olarsa o cəmi nə qədər pul xərclədi? Gəlin əvvəlcə biz bunların üzlərini tapaq. Hər üzə yapışdırmayıb. Gəlin hər birisinin üzünü tapaq burada. Birinci danışırıq 3 bucaqlı prizmadan. Baxın 3 bucaqlı prizmadan danışaq. Prizmalarda üzlər necə tapılırdı? Adlarının üzərinə 2 gəlirdi. 3 bucaqlı demir, 3 üstə 2 5. Birinin üzü 5 olacaq. 4 dənə daxı. Onda 4-ə vuraram, bu eləcək 20 dənə üz. Bu oldu 3 bucaqlı prizmalarda. İndi gəlirik 5 bucaqlı piramidaya. 5 bucaqlı piramida. Piramidalar da üzü necə tapılırdı? Adın üzərinə 1 gəlirdi. Yəni 5 üstə 1, 6 dənə üzü var. Neçə dənədir? 5 dənə daxı. 5-i də vuraram. Deməli burada 6 dənədir. Sayda 5 dənə 5 bucaqlıdır. Birinin üzü 6 isə 5-nin nə qədər olacaq? 5-ə vuracam. Bu deyəcək 30 dənə üz. Neçə dənə üz oldu cəmi? 50 dənə üz oldu. Bundan sonra nə edib? Bundan sonra əlavə olaraq, bax indi burada yazıram, əlavə olaraq. Nə edib? Rəngində dəyişək buradan. Əlavə olaraq nə iş görüb? 2 dənə 3 bucaqlı prizmanın və 2 dənə də 5 bucaqlı piramidanın hər üzünə əlavə olaraq 2 şəkil yapışdırdı. Biz bax burada qeyd elədik. 3 bucaqlı prizmanın birinin neçə dənə üzü var? 5 dənə üzü var. İkisinə yapışdırıbsa 2-ni də 5-ə vuraram. 10 dənə üz buradan oldu. 2 dənə də 5 bucaqlı piramidanın. Piramidanın da birinin 6 üzü var idi. 2 dənə isə 2-ni də vuraram 6-ya. Bu deyiləcək 12 dənə də üz buradan. Cəmi nə qədər üz oldu? 22 dənə üz oldu. Bax burada 50 dənə üz var idi ya əvvəl. Nə edib bu əvvəl? Hərəsinə bir dənə şəkil yapışdırıb. 50 dənə üz isə 50 şəkil burada lazımdır. Yazıram 50 şəkil. Burada isə 22 dənə üzün əlavə olaraq 2-3 bucaqlı prizmanı və 2-5 bucaqlı piramidanın hər üzünə 2 şəkil yapışdırıb. 22 üzə neçə dənə şəkil lazım olacaq? 2-yə vuraram 44 dənə də şəkil burada lazım olmuş olacaq da. 44 dənə şəkil buradan lazım olacaq. Deməli 44 dənə şəkil buradan lazım olacaq. Yazıram üstə gəlirəm 44 dənə şəkil buradan. 50-nin üzərinə 44-ü gələcəm. 94 dənə şəkil lazımdır buna. Hər şəkildə 2 manatdır. Onda 94 şəkilə nə qədər pul verəcək? 94-ü vuracam 2-yə.
94-ü də vuranda 2-yə 188 manat pul xərcləmiş olacaq bu adam. Bu haqda danışdıq. Baxaq indi növbəti məsələmizə görə. Növbəti məsələdə bizə nə deyir burada? Bu 9 nömrəli məsələmiz. İndi baxaq 10 nömrəli məsələmizə. 10 nömrəlidə də deyir ki, perimetri 64 cm olan düzbucağının tərəfləri natural ilə ifadə olunub. Bu düzbucağın ən böyük sahəsinin qiymətini tapın. Baxın, perimetr nəyə bərabərdir? 64-ə bərabərdir. Düzbucağının tərəfləri natural ilə ifadə olunur. 64-ü necə alıblar? N-lə uzunluğu toplayıb vurublar 2-yə və 64 alıblar. Mən N-lə uzunluğu bilmirəm, amma bilirəm ki, 2-yə vuranda 64 eləyir. N-lə uzunluğun cəmi 32-dir. Bizə dedi ki, ən böyük sahənin qiymətini tapın. Ən böyük sahə deyəndə mən də bu düzbucağının tərəflərinə ən böyük qiymət verməliyəm. Ən böyük qiymət də verəndə daha bir-birinə yaxın götürməliyəm də. Sahə tapılanda da yəni bir-birinə daha yaxın götürməliyəm ki, hasillər daha böyük olsun. Mən də bax buna deyərəm 16, digərinə də 16 deyərəm. Bax onda deyəcəksiniz ki, bu kvadratı alındı. Baxın kvadratdır. Bura 16-dırsa, burada 16-dır. Kvadrat özü də düzbucaqlıqdır. Bunun sayısını tapanda 16-nı vurmalıyam 16-ya. Bu deyəcək 256 kvadrat santimetrə bərabərdir. Sınaq haqqında bu qədər. Videonu bəyənmək, kanala abunə olmaq yadımızdan çıxmasın.